Bizim veteranlarımız, döyüşçülərimiz, qazilərimiz hər biri qəhrəmandır. Hər biri. Əsgərlərimiz də hər biri qəhrəmandır. Şəhidlərimizin hər biri qəhrəmandır. Bizim qəhrəmanlardan, aktivlərdən sosial şəbəkədə görürsünüz. Ramiz qardaşımız da buradadır. Bu da öz sözünü dəyərlidir. Yusufov Ramiz Nəsibov. Qəhrəman veteranımız. Çox sağ olun. Biz də gəldik, işlər elədik. Canınız sağ olsun, veteranlar. Gülava qardaşımız, veteranımız, qazimiz. O da xeyir duasını verə bilər, sözünü dəyərlidir. Səməd xanım, çox sağ olun. Mən həmişə WhatsApp-da Səməd Qazi yazmışam. İndi də gedir. Allah köməyiniz olsun ki, bizi bu ailəni tanış edirik. Biz demək olar ki, qəhrəmanlar qrupunda bir ailəyik. Qiyabi oxuyurdum həmişə, amma üzbəyiz bilmirəm hala. İndi tanıdıqca kim kimdir. Heç olmasa bir-birimizi tanıdırıq. Belə tədbirlər çox olsa, lap yaxşı olar. Allah kömək olsun, Allah şəhərlərimizə rəhmət etsin. Qazilərimizə, veteranlarımıza Allah can sağlığı versin. Sağ olun. Salam deyirəm, Almandır. Başdan yollardan təşkildir. Nasıl həmşəhətlərimiz sizlər olsun. Bu qruplarımıza bərəkət versin. Sağ olun. Çox sağ olun. Allah rəhmət etsin. Aktivlərimizdən biri də dəyərli döyüşçümüz Yunusov Akif Məhəmmədov. Öz sözü dəyərlilərsə, bir batalyonda bir yerdə döyüşmüşük. Surda, Ağyol, Hadrut, tarixlər durur, şəkil. Mən çox şadım. Ona görə şadam ki, eyni əməliyyatın iştirakçısı olmuşuq, böyük sağlıq. Allah şəhidlərimizə rəhmət eləsin. Səməd düz deyil, biz 91-ci ildə bir-birimizi tanıyırıq. Bizim rayonda ən uğurlu əməliyyatın birində düzdür. Bəziləri uğursuz deyir, amma biz götürdük oranı. 92-ci ilin iyun 28-də eyni əməliyyatda iştirak etmişik. Bu da bir qismət idi, alın yazısıydı. Nə deyim, millətimizə, dövlətimizə həmişə əmin-amanlıq istəyərəm. Həmişə istəyərəm ki, bayrağımız yüksəklərdə olsun. İçində bir vətən sevgisi var, hər zaman. Hər birinizə də vətən sevgisi arzu edirəm. Xanımlarımızın da bayrağını təbrik edirəm. Bayram özündəki batalyonun yaradılmasının bir bilavasitə İlk könüllərdən yazılan. Şəxsi ilk könüllərdən, ilk ərazlarından doğru. Çox sağ Allah can olun. sağlığı versin. Böyük döyüş əməliyyatları oldu, böyük uğurlar oldu. Özüm o qədər az tanıyıb elədi ki, bir dəfə gelib posta gəlib qayıb. Niyə sən bizim ailəmizdə tanıyırsan ki? Qızlar tanımasa sən ki tanıyırsan. Mən tanıyıram, sənin qardaşın da yaşlandı, o da cəsur döyüşçü. Asif. Cəsur döyüşçü. Allah hamısı can sağlığı versin. Nə xoş ki, bugün bir-birimizi görə bildik. Sağ olun. Sağ olun. Bizim döyüşçümüz Rəfiyev İlqar Murov pozisiyasında belə deyək, 4 ildən artıq orada əmr çıxınca o vaxt qayda elə idi. O əziyyətlə, o qarla, o çovğunla, indi bu bizim bölgələrdə pozisiyalar biraz normal idi, amma Murovda elə yayğış qar olur, kim bilirsə bilir. İlqar da ağır yollar keçib və bizim postlarda çox olub, Quşçular postunda Murovdan. Ona görə də İlqar da öz sözün Rəfiyev İlqar, bax bu kişidir, bu qardaşdır, qrupda var. Özü o təqdim edir. Salamlayıram. Mən belə bu tədbirin həqiqətən də çoxdan istəyirdim ki, yəni bir yığılaq, bir-birimizi tanıyaq. Ağayev Sərvan Abbasoğlu şəhidimiz qaynımdır mənim, mən də dostumdur. O da Ağlımda bir yerdə olduq, Ağlımda şəhid olub. Buradakı insanlar hamısı elə istəyirəm ki, ağır yol keçmiş, dəyərli insanlardır. Mən burada hamımızı tanımağıma çox şad oldum. Həqiqətən də Akif, yəni biz bir kənddənik Akif'dən, yəni Akif'in bizim kənddən demək olar ki, ən birinci xidmətə gələnlərdən elə birincisi Akif'dir. Asif'dəki, Asif'i də yəni tanıyırsınız. İnşallah tanıyarıq bir-birimizi. Mən çox istəyirəm ki, bir-birimizin ən azından qrupun ağır yol keçmiş insanların tədbirlərində, məclislərində iştirak edir. Allah sizləri var eləsin.
Çok şad oldum. Sağ olun, teşekkür ederim. Bizim veteranımız, gazimiz Habil kardeşimiz de her zaman sosyal şebekede var. Beraber bizimle tədbirlərdə iştirak edir. Təmənnasız hər yerə gedib öz şəxsi yəni hesabına sağ olsun. Təşəkkür edirəm. Buradan Ağdamın elə bu axırıncı bölgəsi hərbi en sahil hərbisiyə getmişik biz. Neçə dəfələrlə. Buyur Habil qardaş. Sosial sınıflarının bizimle yıllarınız için teşekkür ediyorum. Allah sizden razı olsun. Sağ olun. Var olun. Elçin qardaşımız Süleymanov Elçin Biləsuvar rayonunun Cəbrayıl qəsəbəsində yaşayıb, bizim Cəbrayıllıdır və bizim qrupumuzun aktiv üzvlərindəndir və orada yaşayıb, orada qrupumuzu təmsil edir. Çok sağ olun Samet müəllim. Hamınıza xoş gəldin deyirəm. Mən də Azərbaycan Respublikasının şəhid ailələri, əlləri və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin Cəbrayıl şöbəsinin könüllüsü olaraq hamıya yenə xoş gəldin deyirəm. Özümdə dövlət sərhəd xidmətinin Çevik Hərəkət Qüvvələrinin kəşfiyyatçısı olmuşam, qeydiyyatda olan bir insanam. Bütün şəhidlərin Allah yerini cənnət eləsin, qazilərimizin canı sağ eləsin. Yenə də hamımıza xoş gəldin deyirəm. Allah ölkə başımıza o qədər güc versin ki, heç bir ölkə bizə güc gələ bilməz. Amin. Çox sağ olun. Təşəkkür ederim. Mən bir daha xanımlarımızın bayramını təbrik edirəm. İndi də qrupumuzun aktiv, fəal, çətin yollar keçmiş, bir yerdə xidmətdə olmuşuq. Əziyyətləri, zəhmətləri çox böyükdür. Səkinə bacı özü desin, özün təqdim eləsin. Çok teşekkür ederim. Bugünkü günü teşkil ettiğiniz için Samet müəllimin zamanda Erganistan'a çok sağ olsun. Ben öz hanımlarımızın timsalında bütün Azerbaycan kadınlarının 8 Mart'ını tebrik ederim. Aynı zamanda burada oturan kişilerimizin hanımlarını, kızlarını, analarını, hayatta olan analarını tebrik ederim. Allah hamımıza can sağlık versin ki, həmişə başlarımız. Mən özümü təqdim edirəm. Əvvəla, müharibə veteranları qadınlarının sosialləşdirmə İctimai Birliyinin Zəngəzur və Qarabağ əraziləri üzrə sədriyəm. Eyni zamanda özüm ata yurdum Böyük Qarışda Sosial Dəstək İctimai Birliyim var. Təzə təşkil etmişəm, onu təzə fəaliyyətə başlamışım. Mənim vətən üçün elədiklərim, vətən deyə ayağa qalxdığım ta 18 yaşından başladım. Sumqayıtda məktəb tez tutarmışdım. Sumqayıtda dil məktəbində oxuyub qaydanda mən hələ Cəbrayılın özündə avtovazada düşüb avtobus gözləyəndə gördüm ki, nə qədər yaralılar var, nə qədər, hara baxırsan təcrübələr, hara baxırsan yetişdir. Mən orada qərar verdim ki, usta bu qərarımı mən Xocalı olan günü vermişdim ki, bunu mütləq eləməliyəm ki, mən orada nəysə bir iş görməliyəm. Həm də mənim eyni gündə, bir gündə, 92-ci ildə bibimin oğluyla əmin oğlu neydi, şəhid olunur, ikisi bir gündə gəldi. Biri qanaxmadan ölmüşdü, biri də geçdi, üstünə imaniyat vurmuşdu, onun için heç mən yanına gəlməmişdi. Qonşularım, sinif yoldaşlarım, başqası çox arıtmaq istəmirəm, biz çox danışamam. Burada biraz danışırım, burada daha çox danışırım. Onda qərar vermişdim ki, nə olursa olsun, mən bir yaramı sarıyaramsa, bir qanun qarşısına varamsa, bu mənzərələri çox şey. Bayramdamatda getdim, komissarlıqda diplomu qoydum, pasportumu qoydum, qeydiyyata aldılar məni. Sonra dedilər ki, sənin 18 yaşın tamamı deyil. Sən gərək icazə alasın. Getdim, səhərci gün gəldim, raykomun, orada raykom var, raykom sistemi. Birbaşa heç o şeydə gözlədim. Getdim, dedim, sənə dedim, mən yazılmışam, məni göndərməz. Daha da səni ara göndərdim. Balaca bu, çəkim də çox az idi. Sonra bir dedim, mən nəsəsidən, tibası kimi qeydiyyata düşmüşüm, Hüseyin həkim çağırdı. Xəstəmanın başına kimi. Dedi, bu qızı göndərirsiniz, hər bir istəyirəm.
Dedi, yaxşı, geçsin orada 2 gündən artıq qala bilirsə, mən bir söz demirəm. Mən də ki, o qədər məndə belə vətən sevgisi. Elə bildim ki, o Xocalı hadisəsi olanda bu Şananı, nə bilim, bir o kəsən yerimiz vardı, onu götürüb geri dağın o tərəfində, o özündə ermənilər ikən. Elə bildim ki, belə orada bir-iki dənə erməni öldürüb gələrəm. Elə bir məndə bir qorxmaq, cəsarət əmələ gəlmişdi. Həm də ki, anadan gəlmə məndə qorxu hissi yox. Sonradan da qorxum nə oldu olurkən. Onda deyirdim ki, yox, nə danışdı, qanun nə demişdim. Getdim artıq ki, o gündən 92-ci ilin oktyabr ayından düz 95-ci ilin dekabr ayına qədər hərbidə oldum. Cəbrayılın müdafiəsi eyni zamanda işğal zamanı yaralandım. Sonra yaralarım gəldi, əməliyyat oldum, qayıtdım. Yenə də Xoradiz əməliyyatına, məşhur bizim o nə qədər igidlərimizin şəhid olduğu haqqında hüdadısının alınmasında iştirak etdim. Mənim fəaliyyətim bununla da mən elə gəldim. Müharibədən sonra bitmədi. Sonra mən bütün o hərbi hissəmiz paramparça olmuşdu. Orada nə qədər ayrı insanlar vardı. Onların gəlib bir üzü Naxçıvan, bir üzü Lənkəran, bir üzü Nəmizə. Harada bir xəstəxana vardı. Xəstəxanalara da gedirdim, hospitalara gedirdim. Onların hansı ölüb, hansı yaralıdır, hansı şəhid, onların hamısının siyasını çıxardım. Apardım kəndini verdim, həm özəl istəmişsə, həm də ki, Müdafiə Nazirliyi ki, sonra siyahlar karışmasın, ikin hesab olunmaz. Mənim qardaşım özüm kəndimizin müdafiəsi uğruna gedən döyüşlərdə 6 nəfərlə birlikdə şəhid oldu. Onların ermənilər cəsədimizdə vermədi, saxladı, hələ bitkin şəhid hesab olunur. Bir çox sevdiyim insanlar şəhid oldu, onların şəhid. Bizim öz nəslimizdən öz 16 şəhidimiz. Bizim kəndin 50 şəhid oldu, bitkin şəhidimiz. Çox faciəli şəkildə bizim kəndi ermənilər işğal edirdi. Biz gözləmirdik ki, çünki kəndin dağını tərəf ermənilər təbii. Hansı kəndi? Dağılmasın, Cəbrayılın da çox ağır bir döyüşlərimiz gedirdi. O günləri biraz xatirələrimizdə, biraz unutanlığımızda, biraz gözyaşlarımızda unutmaq getmək istədik. Amma bu 20-ci il, 16-cı ilin aprel hadisələri bizi dirçətdi. 17-ci ildə bir döyüşümüz oldu, o dirçətdidir. Bir də ki, 20-ci il, bütün Azərbaycan xalqının vəhdət olub, ayağa qalxdığı bir yumruq olduğu. Bütün, demək olar ki, mənə elə gəlir ki, bu müharibə bütün ölənlərdir, bütün şəhidlərdir. Keçmişimizi bir il bundan qabaq olmuş kimi gəlib qoydu qarşımıza. Həqiqətən şəhidlər nə ölmür, ölsələr də olmuş gedərdi. 30 ilin içində o qədər cavanlarımız öldü, o qədər onların adını anan var mı? Anın günündə ailələrlə baş geçmir. Amma bütün şəhidlərimiz Allah rəhmət eləsin deyək, Allah cənnət olsun deyək. Bizim birliyimiz var olsun, daimi olsun, əbədi olsun. Bizdə baxın, bir neçə ictimai birlik sədrləri var. Bizdə sənət müəllimliyi, ictimai birlik sədrlərinin hamısındadır. Bizim müqavilələr olmalı, bir-birimizin tədbirlərinə getmək, bir-birimizin tədbirlərinə iştirak etmək, bir-birimizin yaxşı əməllərini yaymaq. Bu olsa, mənə gəlir ki, bu sənət müəllimliyi müqavilələrdə hazırlasan, imzalayarıq bir-birimizdən laf yaxşı olabilir. İnşallah. Könüllü əsasında qurulan ictimai birliklərdir. Elə şeylər olur ki, məsələn, filmlərin çəkilişi olur, ya bir böyük bir layihə olanda onların qrantları verir, amma bilirəm ki, mən qrantı almamışam, amma bizim Dada xanım bu qrantlar alır, onun üçün, məsələn, biz keçən illər sohbətlər çəkdik, 37-ci ildə repressiya qurbanlıq olan qadınlar haqqında filmlər çəkdik, Ümisi şəhidlər haqqında, Səngəzur, Sabaha doğru filmlər çəkmişik, bu müharibə veteranlar qadınların İctimai Birliyi tərəfindən çəkmə filmlər. Bunların təqdimatı da olur, yeni təqdimatlar olanda, yeni filmlər olanda yeni yaxınımız dəvət edər. Mənə də yaxın günlərdə bir səhv gəlmişdi, dəvət eləmişdilər ki, söz vermək üçün dəvət ediblər. Çox vaxtın deməyiblər. O, bizim tədbirlərimiz tez-tez olur. İndi Allah'a şükür, qış bitdi, mən Mart ayının birindən bilirəm ki, elə bilirəm ki, həyat canlanır, həyata can gəlir. Allah hamımıza can sağlığı versin, Allah hamımıza kömək olsun, cibimizə hərəkət versin. Bizim bu ictimai birliyimizdə bir arada olmağımız könüllülər əsasında.
Burada olanların heç birinə mən deyə bilmərəm. O sənət müəllimdən tutmuş, o elə qanı qədər. Heç birinə deyə bilmərəm ki, vətən anlayışı belə olur, vətən budur və hamısını yaxşıdır. Çünki o sevgi, o istək heç kimin qəlbində olmasa bura yığışıb oturtula bilməz. O deyər ki, mənim işim var, bu deyər ki, mən xanımlarımıza da təşəkkür edirəm. Hamısını tək-tək 8 martını təbrik edirəm. Xanımların günü nəysə ildə bir gündür. Amma kişilərimizin günü hər gündür. Bəlkə də mən o bəzi xanımlardan fərqlənirəm. Məni 26 iyunda da hamı təbrik edir. Kişili qadını təbrik edir. Silahlı qüvvələr. Silahlı qüvvələr günündə ki, hamı təbrik edir. Təbriklər yazılır. O məni fərəhləndirir. Mənim ən doğru addım atdığım, bütün ömrüm boyu hərbiyə getməyim oldu. Cəbrayıl'a xidmət eləmişəm. Cəbrayıl'ın oğlanları da el oldu, o qədər ədəblər, ərkanlı, məhəbbətlə hamısı elədi, Azərbaycanlı oğlanları. Elə bilirdim ki, bir ailədir. Bax, qardaşım, onun qardaşı, o öz qardaşının hərbi hissədədir. Əmin uşaqlar, dayımın uşaqları. Elə bilirdim ki, hamısı elədir, bir ailənin üzvüyük. Mən orada yadlıq görmədim, ondan sonra yaxşı olmayan bir hərəkət görmədim. Kimisə nəysə bir görmədim, həqiqətən görmədim. Mən idim, 2 dənə başqa qız vardı, bir də ki, rəhmətli gələn bu xabar aldı. Allah onun məkanı cənnət eləsin. O qədər belə qoruyurdular ki, o qədər elə bilirdilər ki, öz bacıları gətirib yandı. Mən Azərbaycan oğlanları ilə həqiqətən ta o vaxtdan bugünə qədər fəxr eləmişim, qürur duymuşam. Allah onların başını hər yerdə, hər zaman uca eləsin. Biraz çox danışdım, mən özü də sayım. Təşəkkür edirəm. Xoş niyyətlərlə, xoş günlərlə bir araya gəlməyinizi təmənnə edirəm. Bir də sizdən bir xahişim var, bir dənə şəhid anası var bizdə. Qoca arvaddır, arvası bir 80 üstə yaşı var. Novruz bayramı qabağı gedək bir dənə də onu təbrik edək. İnşallah. Harda olur? Sahil qəsəbəsində. Ora lazımdır. Səhər qoca arvaddır, mən onunla əlaqə saxlayıram. Sumqayıtda da bir xanım var, o da qoca arvaddır. Yay yaşı, onun da oğlu etkin şəhid. Sinif yoldaşlarıma onları toplamışam, ondan Sumqayıtdakı olan xanımla gedəcəm. Burada da... Yox ki. Yığılıq gedək, bax mən elə harada olmuşsun. Gedərik, Allaha da xoş getsin, əziz ailə. Allah Səməd müəllimdən də digər qardaşlarımızdan da razı olsun. Cibinin pulu ilə o benzini tökürlər, gedirik, gəlirik. Yəni deyilən bir yerə, məsəl üçün yaşlılarımız da getməliyik. Müharibəlilərimiz də gedib yoxlamalıyıq vaxtı-vaxtında. Çünki onlar bizim yolumuzda öz canlarını, qanlarını qurban verirlər. Bizim də borcumuzdur ki, hər bir halda onları yoxlayaq, baş çəkək, istər şəhid ailələri olsun, istər müharibə əlləri olsun, hər birisinin yanında olmalıyıq, istər bizim yaşlılarımız olsun. Çünki biz hər birimiz yaşlanacağıq. Onlar elə şey var, şəhid analardır. Elə bunların doğrusu bizə dəstək. Bir də mən təşəkkür edirəm. Mən elə bilirəm ki, o mənə təşəkkür edirəm. Onun sözlərində, onun baxışlarında o şəhid var. Mən ona baxanda elə bilirəm, şəhidin özü var. Məndən bilmirəm, mistik şeylər var. Bir şəhid anasından, atasından danışanda o şəhidin, onun o uşağının sifəti onun üzündə canlanır. Biz harada şəhidlərimizdən danışırıqsa, İnanın ki, şəhidlərimizin ruhu buradadır, onların ruhu duyur. Harada ki, onların adı anılır, onların ruhu hardansa bizi elə bir baxır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Ben bir şeyin bütün Azerbaycan'ı getirdim. Yani ne yoldaşım, sabahına, ne olanlarını götürsün haberimizde. Öz elimle, gözümle, yani hem Sumqayıtda Quramanlıqda vəziyyət yox idi. Onun vəziyyəti ilə 2-3 qrup əlim. Həm də özü pensiyamla deyim də. Əlimlə bütün Azərbaycanda bu günləri xanımlar mənə zəng edib, bütün Nəzifə xanım Azərbaycanda 100 xanım sanki bayraqlar çıxardıb analara təqdim edirsən. Heç mən bunu bilmədim ki, mən birinci xanım və axırıncı xanım mənəm ki, yəni kişilərimiz eləyib olur. 3-4 dənə bəylərimiz var, eləyib olur. Amma mən öz hesabımda bəlkə də 1500 ton çox bayraq, abunlar, bayrağın üstüne şəkil bəli. Çünki Azərbaycanda bəlkə də hər yer üçün gedirəm. Yəni maziyyət özündən, yoxluq özündən, hər şey özündən, şükür Allahın versinə ki, bu da mənim vətənpərvərlik bir bizim xanımlar, mən izah etmək lazım deyil ki, birinci şəhid Gülağa müəllim bilir. Bizim ocağımıza gəldi 1990-cı ildə, 19-dan 20-sinə keçən gecə bizim Naxçıvanımızda da atışmalar oldu. O atışmalar nəticəsində 6 şəhidimiz oldu. 6 şəhidin biri bizim ocağımıza gəldi.
cavan idim, heç uşaqlar da yox idi, yoldaşım Bakıda oxuyurdu. Bu 6 balaya sahib çıxdım, oxutdum, aile qurdular. Yəni şükür Allah hər şeyə indi yoldaşda yaşayır, şükür Allah ki, sahib seçilen evlatlardan elədik. Yəni o vaxtda mən bildim şəhid nədir. Yəni ocağa gələndə adam lap canı yanır. Allah cəmi şəhidlərimizdə Amin. Hər biri gedirəm, yəni hissləri yaşamışıq, ona görə də ömür boyu şəhidlərimizə borçluyum. Allah şəhidlərimizə rəhmət eləsin. Mənim bilirsiz Səməd müəllim, ən böyük təbrikimi, ən böyük belə qururum bilirsiz nədən. O qədər fəxr edirəm o zaman ödüm gizli-gizli. Biri yaxınlaşıb mənə bir tədbirdə deyir ki, Səkinə xanım, mən yaramısınız, sağ atmışsınız. Səkinə xanım, mənə qan vermişsiniz, Səkinə xanım, mənə o döyüşdən siz o qədər o özündən qürur duyuram ki, orada gizli də olsa heç kimə demirəm, amma ki, gözlərim dolur ki, yaxşı ki, mən bunu eləmişəm, yaxşı ki, bunu getmişəm. İndi hökmən qayıtmışsınız da, həyata qayıdıb. Cəbrayıl haqqında orada olduğum haqqında kitab yazıram. O döyüş sənələri gəlib çatanda qalır. Günlərlə oturub fikirləşirəm, yaza bilmirəm. Səkinə xanım, mənə müraciət deyirlər ki, insan nə qədər şəhid deyər. Bəlkə bir başqa mövzuda yazasan. Deyirəm ki, mən başqa bir mövzuda yaza bilmərəm. Mən ancaq şəhidlərimiz haqqında yazıram. Bilirsiniz, Səməd müəllim, doğrudan da hamısı eyni mövzudadır. Məsəl üçün, hamısı torpaq uğrunda canlarını qurban verirlər. O çox çətin bir şeydir ki, məsəl üçün, yəni fərqli şeirlər yazmalısan onların haqqında. Ona görə də mən həmişə müraciət, bəlkə deyirəm, o qədər oradan-buradan yazanlar var ki, mən də şəhidlərimiz haqqında yazım, onların qəhrəmanlığı haqqında yazım. Bir də sizin sözünüzün qüvvəti, mən özüm 44 gün Vətən müharibəsində mən özüm müraciət elədim ki, məni aparsınlar. Siz dediniz ki, məndə bir qorxu yox idi. O qorxu məndə də yox idi. İnanın ki, evdən də dedilər, dedim ki, məni aparsalar, gedib haradasa bir şəfqət bacısı kimi, hansısa birinin yarasınsa, mən gedərəm. Yəni bizim xalqımız o cür birlik olmuşdu, həqiqətən. Ancaq ki, düzdür, müraciətimə baxmadılar. Ancaq ki, inanın ki, əgər qəbul eləsəydilər, mən gedəcəydim. Hətta mən sosial şəbəkələrdən də yazmışdım. Facebook səhifəmdə də var, o yazı durur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim kitabları da sözünüzü kəsirəm. Siz danışın, sonra Səməd müəllimə təqdim eləyərəm. Horadiz əməliyyatında, dekabrdan başladı jandarmatın. Horadiz əməliyyatında 35.000 qoşun getdi ora, 4.000-5.000 yaralı gəldi. Bəs onların qalanı ha? Bütün düşənlərimizdə nə qədər oldu? 23 şəhidimiz var. Deyil. 50 mindən yuxarı şəhidimiz var bizim Qarabağ. Hələ hər bir şəhidlər deyil. Mən məsələn, birinci Qarabağ şəhidləri haqqında kitabım çıxır. Orada hardasa 300 nəfər haqqında, şəhidimiz haqqında şeirlər işləyirəm. Yəqin ki, yaxın günlərdə təqdimat olacaq, inşallah sağ olun. Mən həmişə deyirəm, şəhidlərimiz silahı ilə, bizim şairlərimiz də qələmi ilə. Mən həmişə deyirəm, mən elə bilirəm ki, mən cəbhədə vuruşuram. Çünki onu yaşayıb yazırsan. Baxırsan, məsəl üçün, girirsən ki, o şeirin içinə ki, mən soruşuram da bütün ailələrindən ki, harada vuruşub, necə vuruşub. O şeiri hər yazdıqca elə bilirəm ki, mən də onlarla çiyin-çiyinə vuruşmuşam. Yəni onu hiss eləyən, yazar adamlar hiss eləyər bilər. İndi mən bəlkə belə deyəndə kiməsə başqa cür gəlir. Ancaq mən inanın ki, birdən gecə otururam, ancaq ki, məsəl üçün yazıram da qandan, torpaqdan, şəhiddən. Girirəm o şeirin içinə. Elə bilirəm ki, hərdən mən deyirəm ki, mən də müharibədə olmuşam, mən də onlarla bir yerdə vuruşmuşam. Bilirəm ki, onların həyatları şeirlər, povestlər, romanlar, novellalar. Bir balaca Allah şəhidlərimizə rəhmət eləsin deyib keçmir. Kim əlindən şairə-şairəliyin, ondan sonra İstimai xadim, nə bilim, kim əlindən gəlsə eləyirsə, eləsin, eləyə bilən eləsin. Elə bir dəfə gündə bir nəzəsinə rəhmət oxumağı da əlindən o gəlirsə onu eləsin. Şəhidlərimizi tanıyıb da tanıyıb. Yox, ümumiyyətlə şəhidlərimiz haqqında nə qədər yazılsa, yenə də azdır, çox azdır. Nə qədər yazılsa da. Onları unutmayaq. Unudursa, bax 15-ci ilin şəhidlərimizi kimi, əsr nəqləndə olan şəhidlər kimi, 1890-cı ildə olan şəhidlərimiz kimi üstəndən xət çəksək, geçsək, unutsaq, Allah onu bizə xatırlar. Qədir qoyqabağımıza ki, xatırlayın. Bax, bu da olur. Burada təhsil olmayıb, orada da olur, orada da olur, orada da olur. Böyük Vətən müharibəsindən sonra Səməd müəllim özü yaxşı bilir, tarixamız yaxşı bilirsiniz. 47-48-ci ildə biz depressiya da müharibə, repressiya. Nə qədər sürgünlər oldu, nə qədər 37-38-ci ildə. Onu da gəlirik. 15-ci ildə Nuri Paşanın hamısı az qala xalq düşməni deyək ki, Bakını fatih edib. Bilirəm ki, bizim içimizdə olan
Azərbaycan ad familiyası, Türklərin desin, onun Türk ad familiyası ermənilər çoxdur. Hamısı başlı biri bir replika atır, falan kəsir, məsələn, bu Ekrem İmamoğlu'nun həyatına, o yaradıcılığına qədər aşıq bir insan idim ki, o gəldi, paşalarımız o şəhər atandan sonra, Nuri Paşa, Məhməd Paşa, avtomatik gözündən düşdü ki, o galaksinin bir xalq artisti olar, o mənim üçün heç bir şey yox. Tanışıqlarımıza da fikir verməliyik, ondan sonra hərəkətlərimizə də fikir verməliyik. Biz böyük bir toplumu ifadə edirik və bir adımlar ataq ki, 5 nəfər də bizi görsün, bura gəlsin. 5 nəfər də bizi görsün, içimiz aramızda gəlməsə də kənardan özləri desin ki, buradan mən də bunu tətbiq edeyim. Yaxşılıqlar yayılsın, yaxşı insanlara Allah bərəkət versin, sayı artsın. Günlərimizin yaxşı günlərimizin, bayram günlərimizin sayı çox olsun. Qarşıdan gələn bütün bayramlarımızı təbrik edirəm. Çox sağ olun. Hər günümüz bayram günü kimi olsun, hər axşamlarımız bayram axşam kimi, hər sabahlarımız bayram sabahları kimi olsun. Hamınıza çox təşəkkür edirəm. Mən çox danışdım. Çox sağ olun. Sağ olun. Bizə bu hazırlığı gördünüz. Təşəkkür edirik ki, yaxşı ki varsınız. İnşallah yaxşı olar. Bizim məqsədimiz, əsas yığışmağımızın, məqsədimizin səbəbi bizim şəhidləri unutmamaqdır. Həmi əziz gündür, bu əziz ayda, bu Ramazan ayında onların da ruhları şad olsun ki, biz bu günü yenə deyirəm, nə qədər şəhidlərimizə dua oxusaq da azdır. Şəhidlərimiz bizim üçün şəhid oldular. Millətimiz azaddır, firavanlıqdır. Köhnə illərə qayıtsaq, müqayisə ilə görün nə qədər fərq var. Şəhidi götürəndə də, indi Səkinə bacı qeyd elədi orada, şəhidi 1988-ci ildən 23-cü ilin antiterror əməliyyatına qədər 34.200 şəhidimiz var. 34.200. Yəni 88-ci ildən 23-cü ilin antiterroruna qədər 34.200 şəhidimiz var. Əlbəttə, şəhidləri ayırmaq, bölmək çox yerdə olur. O Suraxanı Gənclər Evində dəfələrlə tədbirlərdə biz olmuşuq, orada müəyyən çıxışımızda da demişik, çox adam ayırır, köhnə şəhid, təzə şəhid, elə şey yoxdur, şəhid köhnəlmir. Şəhid elə hər zaman vətən də bir olur. Görsən deyir, vətən müharibəsinin şəhidisə, yoxsa 1-ci Qarabağ. Yəni bu düz sual deyil. Vətən birdir, şəhid də birdir. Hamısı vətən müharibəsinin şəhidləridir və Azərbaycan Respublikasının vətən müharibəsi veteranıdır və qazisidir. Hər kəsin imkanı qədər hər zaman şəhidlərimizi unutmayaq, hər yerdə yad eləyək. Bu əziz günlərdə o gözü yolda qalan şəhidlərin ailələri bizdən nə umur ki? Sadəcə onun qapısını açmaq, ziyarət eləmək və yada salmaq. Onlar üçün o nə desən deyək. Bəli. Onlar da onunla təskinlik tapır. Mənim üçün onlarla ehtiyacı yoxdur. Dövlət onları təmin edir. Mənəvi dəstəyə Aynurə xanım, Leyla şehir deyirsə, şeirim var da. Hansırsa oxu. Şəhidlərimizə şeir deyə bilərsən, qəlbindən gələn. Sən aktivimizsən. Qoparmayın şəhid adlı yaramı, düşmənlər duymasın bu fəryadımı. Bilmirəm sevinim, ya ağlayım da. Adın tarixlərə yazdı şəhidlər, haqqın dərgahına qalxdı şəhidlər. Ay ana, saçını dərddən ağartma. Gəlib, gedənlərdən oğlunu soruşma. Qara bəxtim deyib yanma, alışma. Adın tarixlərə yazdı şəhidlər, haqqın dərgahına qalxdı şəhidlər. Çox vaxtınızı almaq istəməzdim. Onun üçün iki bilet bəssin məncə. Çox sağ olun. Geçsin, imtihanına da çatsın. Biz bilirik ki, inşallah qazanar. Zübə xanım da bir qısa bir... Hamınızdan üzr istəyirəm. Mən iki oğlum şairəm. Uzbəyəm xanıma deyirəm ki, şairləri mən duyuram. Bir də bu Ağaca Nəvəm 10 yaşı var. Mən böyük oğlum Həmid Müzəvi yazıb ki, unutmayaq mənim xalqım. Bayrağına, torpağına öz qanını qatanları unutmayaq.
tək Allahın izni ilə, əhli beytlə məşhur olub, şəhadətə yüksələrək çatanları unutmayaq. Hər insana qismət olmur, şəhidlik zirvəsində də tarix yazıb iz qoydular. Bayraq sancaraq Şuşada, açılmamış bir gül kimi vaxtsız olan bu dünyada arzuları cavan qalan, cavanları unutmayaq. Haqq üçün haqq deyib, haqq yolunda haqdan keçib, bayraq üçün, torpaq üçün al qan olub, qandan keçən, bizlər üçün göz yummadan, düşünmədən, candan keçən bu müqəddəs torpaq altda yatanları unutmayaq. Bəli, əziz xalqım, əziz Cəbrayıl əhli, əziz mənim Naxçıvanım, bizlər unutmayaq, bizlər şəhidlərimizi tanıyaq və tanıdaq. Bizlər bir olsaq, bizim gələcək belə nəsillərimiz bizi görüb, onlar da şəhidlərimizi, Azərbaycanımıza, şəhidlər kimdir? Xalqımızdır, vətənimizin qeyrətli oğullarıdır. Bizlər onları unutmayaq. Çox sağ olun. Təşəkkür ederim. Səməd müəllimə təşəkkür edirik ki, bizi bir araya gətiribdir. Yəni, Allah bütün şəhidlərimizə rəhmət eləsin, bütün şəhidlərimizə ruhu qarşısında baş əyirik. Bizim hər birimiz şəhidlərimizə borcluyuq və hər birimiz əlimizdən gəldiyi qədər şəhid ailələrinin, müharibə əllərinin yanında olmağa çalışırıq, onların yaralarını sarmağa çalışırıq və mən də deməli, Cəbrayıl rayon 5 nömrəli məktəbdə işləyirəm, çalışıram və bacardığım qədər bax belə körpə fidanlarla işləyirik. Onlara şeirlər öyrədirik, onlara şəhidlərimiz haqqında məlumatlar veririk ki, onların qəhrəmanlığı haqqında onların daha da məlumatları çox olsun. Və bundan əlavə mən özüm deməli yazıçıyam, şairəyəm, şəhidlərimiz haqqında kitab yazıram. Və bugünə qədər mənim şəhidlərimiz haqqında 3 kitabım ərsəyə gəlibdir və bir kitabın üzərində işləyirəm. İnşallah ki, o da yaxın günlərdə ərsəyə gələr Allahın köməkliyi ilə. Və mən demək olar ki, öz yaradıcılığımı sırf vətənimizə, şəhidlərimizə həsr eləmişəm və bundan da yorulmuram. Bundan əlavə özüm Könül İctimai Nəzarət Birliyində sədrin köməkçisi vəzifəsində çalışıram. Yəni, heç bir maddiyyat gütmədən öz vətənimizə, xalqımıza dəstək olmaq üçün hər tərəfli çalışırıq. İstər şəhid ailələrinin yanında olaq, istər xalqımıza kömək olmaq üçün. Yəni, hər birimiz bu yolda çalışırıq, addımlayırıq. Və çox sağ olun, mən bu kitabları deməli Səməd müəllimə təqdim etmək istəyirəm. Düzdür, kitabın biri burada yoxdur. Və istəyirəm ki, Səməd müəllim bu kitabları, bu Cəbrayıl ilk şəhid haqqında olan kitabımdır. Çingiz Qasımov, Musa oğlu, bu da şəhidlər unudulmur. Allah şəhidlərimizə rəhmət eləsin. Bu da şəhidlərimiz unudulmur. Orada da deməli bizim şəhidlərimiz haqqındadır, Cəbrayıl şəhidləri haqqındadır. Və o kitabı da mən deməli böyük bir təqdimat olundu. Həm Çingiz Qasımov haqqında böyük bir təqdimat olundu. Alimlərimiz, yazıçılarımız iştirak elədilər. Həm Şəhidlər Unudulmur kitabı bizim Cəbrayıl rayon Tarixi-Şünaslıq Muzeyində təşkil olundu. Çox böyük bir təqdimat oldu. Orada nə qədər ki şəhid ailəsi var, hər biri rayonlardan da gəlmişdilər. Və mən o kitabı öz deməli xərcim hesabına çıxartdırdım. Deməli təqdimata gələn bütün şəhid ailələrinə o kitabdan təqdim elədim. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Təşəkkür edirəm hər Sağ olun, birinizə. Dürdanə xanım. Çox sağ olun. Təşəkkür edirəm. Qısa bir məlumat üçün deyir ki, Cəbrayıl rayonunun ilk şəhidi, hərbi hissəni Çingiz Qasımov. Bax, o kitabda olan şəhid, yəni Cəbrayıl rayonunun ilk şəhidi, hərbi hissəni. Polisdə şəhid verildi. Bu sosial şəbəkələrdə baxıram, diqqətiniz deyir, arada bir mübahisə gedir ki, güya ki, yox, polis olubdur. Yox, Kazım oldu evdə yandılar. Kazım Mərzanlılar, milli qəhrəman, atasını da tanıyır, Ərşadan olur. Gülüstan xanımın da yoldaşı. Bizim yoldaşı. hərbi hissənin ilk şəhidi Çingiz Qasımov. Çingiz Qasımov hərbi hissənin. Bəli, milli ordun. Milli ordun. Deməli, Şəhidlər Unudulmur kitabının təqdimatında mən Elza xanım, bu ümumiyyətlə Çingiz Qasımov haqqında internet səhifələrində çox az məlumat gedirdi. Və mən bir gün Elza xanımdan soruşdum, o mənə bir kövrəlmiş, belə küskün bir vəziyyətdə cavab verdi. Və mən Cəbrayıl ilk şəhidi kimi
Şəhidlərin Unudulmur kitabında birinci qoydum. Bizim deməli və Elsa xanımı ora dəvət elədim kitabın təqdimatına. Onlar gələndə Gündüz müəllim də gəlmişdi, şəhidimizin qardaşı. Və onların əlində bir sumka var idi. Və onlar axıra kimi gözlədilər. Təqdimatdan sonra mənə yaxınlaşdılar. Dedilər ki, istəyirik ki, bizim qardaşımız haqqında kitabı sən yazasan. Nədənsə bizim Cəbrayılın çox görkəmli şairləri, yazıçıları var. Ancaq Gündüz dedi ki, mən istəyirəm ki, Dürdanə xanım, bunu sizə həvalə edirəm. Və kitabın adında demədilər. Və ana da, Çingiz Qasımovun anası, Şəfiqə xala doğrudan da çox, həmişə gözü qapıda qalan bir adam olub, belə deyək. Nədənsə yaddan çıxmışdı, unudulmuşdu, belə deyim. Və mən kitabı başladım yazmağa. Elsa xanıma sual verdim Çingiz Qasımov ki, kitabın adını nə qoyum? Dedi ki, biz bilmirik. Ürəyin nə istəyir qoy. Heç onların məlumatı belə yoxdur. Mən bütün məlumatları, onların verdiyi qəzetləri, jurnalları, hamısını, o vaxtki xəbərlərin hamısını araşdırandan sonra qərara gəldim ki, kitabın adını Cəbrayılın İlk Şəhidi qoyum. Və ana gəlmişdi, inanın, o qədər adamların içində mənim əlimi götürdü, öpdü. Mən imkan vermədim, dedi ki, yox, sənin o əllərindən öpəcəm, sən mənə elə bir ki, balamı elə bir yenidən qaytarmışsan mənə. Çox istəyərdim ki, o vaxt tanışlıq yoxdur, siz də o təqdimatda iştirak edin. Çox təsirli anlar oldu və o, deməli, bizim bütün internet səhifələrində, ümumiyyətlə xəbərlərdə, hər yerdə o məlumatlar var, videoları var. Çox, mən o ananı həmişə, indi köçüblər rayondadılar, çalışacağım ki, həmişə o ananı mən ziyarət edeyim və onun buna ehtiyacı var. Baxmayaraq ki, oğlu da var, qızı da var, ancaq yox. Şəhidi olan ananın gözü həmişə qapıda olur, yolda olur. Mən inşallah indi qrupda vaxt təyin edərəm, gedərik o ananda ziyarət edib gələk. İnanın ki, inanın Səkinə bacı, o qədər gözəl bir anadır ki, bilirsiniz necədir. O şəhid anaları... Təqdimat hazırlayarıq ona, gedərik bərabər təqdim edək. Evlərinə gedək. O qalada işləyirdi də, onun bacısı sevilməsi. Müəllimədir. İki bacısı da mən. Tədbir olmuşam onların məktəbində. Hətta mənim birinci kitabımda Elza xanım bizim Sumqayıta vurub gəlmişdi. Şəhərdə maarifləndirmə işi, bax Dürdanə xanım bizdə təhsil bilirsən, indi belədir də hər zaman məktəbdə müəllim, hərbi hissədə komandir. Təlim, tərbiyə, disiplina, oradan başlayır. Məktəbdə maarifləndirmə müəllimlərin üzərinə düşür. Hərbi hissədə komandirlərin üzərinə düşür. Uşaq necə yetişməlidir, vətənpərvər. Hər bir dərslikdə Azərbaycan bayrağının şəkili olmalı, Azərbaycan bayrağı olmalı ki, bu bizim bayraqdır, bu qədər şəhidimiz var, bu qədər milli qəhrəmanımız var, canından, qanından keçən oğlanlarımız var ki, siz bugün məktəblərdə rahat oturub dərs keçirsiniz. Əlbəttə, təbliğatımız güclü olmalıdır. Bir daha təşəkkür edirəm sizə hər birinizə və icazə verin fəxri fərmanla bir-bir təqdim eləyək. Buyur. Deyirlər ki, şəhidin təzəsi köhnəsi yoxdur. O doğrudur. Amma bu 41-45-in şəhidlərini anan insanları çox görürəm. Çox rastıma çıxmır elə insanlar. Düz deyirsən. Mən xalam, mamam, o qardaşı bez istifadlaşdı. 45-ci ildə. Atam müharibə vətəni 45-ci ildə. Yox, bax, Leyla balamız düz buyurdu, düz deyir. Ancaq belədir. 41-45 üçün müəyyən bölgələrdə, yerlərdə xatirə yeri ayrılıb, 41-45 yazılıb, orada bir abidə qoyulub. İndi hər kəs getməsə də o vətənpərvər insanlar, içində sevgi olan insanlar, bizim atalarımız, babalarımız və 41-45-də heç gəlməyib, şəhid olub, həlak olub, gəlməyib. Əlbəttə, onları unutmaq olmaz. Onları unutmaq olmaz. Yadınızdadır, Zəfər günü o 41-45-in xanım veteranı balkondan Azərbaycan bayrağını necə dalğalandırdı bizim döyüşçülərimizə. Düz deyirsən, Leyla balamız. Var olasan, Allah səndən də razı olsun. Gələcəyin, yolların açıq olsun.
İmtahanın da uğurlu olsun. Müşteri rehberliği Aybəniz Çələbiyə. Biz sizə təşəkkürnamə edirik ki, yəni bizdən sizə xatir olsun. Sizi təbrik edir. Sizi var olasınız ki, yenə deyirəm, bizə bu şəraiti yaratdınız. Təşəkkürü inşallah. Ondan sonra işlərimiz daha geniş olacaq olar. Bizim düzdür, fəxri fərman çoxdur. Amma mən də vermişdim, bilmirəm. Radə xanım, təbrik edirəm sizi. Var Çox sağ olun, var olasınız. Çox sağ olun ki, bizə bu qapını açdınız və bu şəraiti gördünüz. Var olasınız. Biz ürəyimizi vətən yolda sizlərə açmışıq. Dəyərlimiz, aktivimiz, vətənpərvər xanım kimi sizi təbrik edirik, var olasınız, yaxşı ki varsınız, həmişə bizimləsiniz. Təbrik edirik. Çox sağ olun. Sağ olun. Təşəkkür ederim. Çox sağ olun. İndi bir tərəf təbrik edirəm sizi də, var olun. Sağ olun. Xanım da aktivlərimizdir, fəalımızdır. Təbrik edirik, var olasınız. Burada yoxdunuz, mən sizlə əlaqə saxladım. Bölgələrdə, şəhid ailələrində, evlərində. Təbrik edirəm sizi, var olasınız. Sağ olun. Живой çal, ne çapalım? Ya çal, ya çal. Yok, kişilerde şekil yok. Tebrik edirik. Çok sağ olun, her zaman yanımızdasınız. Ben hiç kimden şekil almamışım. Herkesi oradan buradan da bilgi var, götürmüş. Tebrik ederim sizi, var olasın. Çok sağ olun. Dürdane Hanım. Sizsiniz. Evet. Sizi de təbrik edirik, var olasınız. Bizim aktivimiz, dəyərimiz. Yaxşı ki, bir-birimizi tanımışıq. Təşəkkür edirəm sizə. Ülker Hanım da iki adım. Təbrik edirəm sizi, çox sağ olun. Mən əslində dənə söz demək istəyirəm. Buyurun, buyurun. Heç vaxt bu çilikdə iştirak eləmədiyim üçün. Çünki istəməmişəm məndə olan nəyinəsə. Bilirəm, bəli, sizdə də şəhidləriniz çox. Mən ilk nəfərdə bir qrup içində aldım. Bir də bir şey demək istəyirəm. Mən bir 2-3 günə kim istəsə, qazimiz Mustafa Hüseyin Türkiyədə müalicədə idi, yataq xəstəsi 4 ildir. Yəni yataqdan qalxardım. Hə, bilirəm, getmişik. Onu ziyarətə getmək istəyirəm. Kimsə getmək istəsə, yəni... Bildirərsiniz, danışarım. Dolaşsın, yaxşı. Sağ olun. Hər zaman aktiv, çalışkan, çox sağ ol. Ramazanda da hər zaman bizə dəstək olursan. Allah özü yardımcımız olsun. Təşəkkür ederim. Sağ olun. Məhiyyətin olun. Çox sağ ol. Onsuz da neçə ildir tədbirlərdəyik, var olasın qardaşım. Sən də biz elədiyimizi onsuz da demək lazımdır. Sağ ol. Təşəkkür. Aksaqqalımız Yunusov Akif. Aksaqqalımız Gülağadır. Ama siz məndən böyüksünüz, onun üçün. Mən xoşlayıram sadəliyi. Kim böyükdür, mən onu böyük kimi baxıram. Allah canını sağ olsun. Gülağa qardaşım.
Yüce bak kim fəxri fərman alır, səs çıxmır. Təbrik edirəm. Var olasın. Bir zəngimizə gəlmişsən. Allah sənə canı sağ Nə versin. qədər imkanımız var. Əziz Aydın, sağ ol. Allah hər birinizə. Ramizdəki da bizim tanınmışımızdır da. Ramiz bir. Təbrik edirəm qardaş. Çəkən var. Allah razı olsun. Təbrik edirəm. Qardaşı. Təbrik edirəm. Çox sağ ol. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qəsəbəsində şəhərciyinə gələn dəyərli hərbiçimiz, könüllü üzvümüz Elçin Süleymanov. Təbrik edirəm. Var ol. Hər zaman bizi orada təbrik edir. Çox sağ ol.